Her vaxtınız xeyir olsun, əziz və hörmətli bacılar, qardaşlar. Sizi Beyləqan rayonundan hər birinizi salamlayıram. Məhz Heydər Əliyev Muzeyi Ulu Öndərin muzeyindən sizləri salamlayıram. Allah məqamınızı eyləsin. Zərfə xanım Əliyeva bizim anamız. Allah məqamınızı eyləsin. Xalqımızı firavan eyləsin. Yeri göğü yaradan Allah'tan arz edirəm ki, bu dünya Azərbaycanlıları hər zaman bir-birinə yaxın eyləsin. Hər birimiz bilir ki, Azərbaycanın banisi mərhum Heydər Əliyev Azərbaycan üçün hansı əziyyətləri çəkibdir. Və məhz onun hər birimiz necə onun bir insan olduğunu bilirik, xalqın içərisində necə xalqı sevdiyini bilirik, bu Azərbaycan üçün hansı əziyyətləri çəkdiyini bilirik. 24 saatın mən sizə deyərdim ki, bəlkə də 20 saatın, 22 saatını gecə gündüz çalışıb, xalqın arasında olub. Məhz 15 Respublikanın ikinci şəxsi olub, dünyaya öz siyasətinin tövsiyəsini verib. Ulu Öndər Heydər Əliyev məhz çıxışları ilə, bax görürsünüz, o gözü korlar görsün ki, Ulu Öndər bu cür insanların rəhbərlik edib, Mərkəzi Komitənin sədri olduğu zaman, ikinci şəxsi olduğu zaman və Azərbaycana hakimiyyətdə olduğu zaman Azərbaycana göstərdiyi sayğı və sevgini hər bir vətəndaş bilir. Tarlalarda, zavodlarda, fabriklərdə insanlarla hansı söhbətə aparıb, necə onlara idarə və müəssisə necə rəhbərlik etdiyi Azərbaycan banisi Ulu Öndər tapşırıqlarında xalqın yanında olmağı həmişə tövsiyə edib, çəkdiyi əziyyətlər də, onun mədəniyyət işçilərinə verdiyi hörmət, sayğı, hər şey göz qabağındadır. Kimsə o tarixi unudarsa, əlbəttə ki, nankor olar, o insan şəxsiyyətsiz olar. Çünki Ulu Öndər soyuğa baxmayıb, maroza baxmayıb, onun istiyə baxmayıb və məhz hər zaman xalqın arasında olduğunu hər bir vətəndaş bilir və məhz tarlada, bax, pambıq yığımında da xalqın, ana bacılarımızın, analarımızın, nənələrimizin yanında olub. Hamımızın bildiyimiz kimi 1993-cü il Milli Qurtuluş Günü elan olundu. 93-cü ildə hər birimiz bilirik ki, onun hakimiyyətə gəlməsəydi, Azərbaycanı hansı hala salırdılar? Mənfur düşmənlərimiz bizləri hansı hala salırdılar və bunu bilirik. Mərhum Heydər Əliyev 93-cü ildə hakimiyyətə gəldiyi zaman və əlbəttə ki, hamımız bilirik ki, Azərbaycanı parçalamağa çalışan mənfur düşmənlərimiz içərimizdə xəyanət etdilər. Azərbaycanı necə o öz əskərlərinə qayğı göstərirdi, xalqın arasında olduğunu hər bir vətəndaş bilir. Bilməyənlər də ki, açsın tarixə, yaxşı-yaxşı baxsın. Tarix şəxsiyyətlərinin xidmətini unutmur. Məhz Ulu Öndər, mərhum Heydər Əliyev yaşadığı ömrü ancaq və ancaq Azərbaycan xalqına adamışdır. Azərbaycan xalqına hörmət və sayğı göstərmişdir. Və bu günlərimdə mərhum Heydər Əliyevin siyasi kursunun davamçısı cənab prezident İlham Əliyev çox möhtəşəm o siyasi kursu davamçısıdır. 40 il ayağını sürətdə Ulu Öndərin siyasi kursunu keçmişdir. Onun bir dənə amacı var idi, bir dənə əmalı o idi ki, Azərbaycanın yaşaması, Azərbaycan xalqının daha da yaxşı yaşaması üçün o əmir və tapşırıqlarını vermişdir. Əlbəttə ki, o ikinci şəxs olaraq Ramiz Mehdiyevə göstərdiyi, hamımız çox gözəl bilir ki, mərhum Heydər Əliyev insan həm siyasəti güclü bilirdi, həm də bir etibar və necə deyərlər, o xəyanəti bu günlər biz yaşadıq. O qardaş dediyi Azərbaycanı prezident aparatını məhz ona tapşırdı. O da nağardı içimizdə, düşməncəsinə içimizdə öz mənfur düşmənimizi ona
xəyanət etməsinin şahidi olduq və onun siyasi kursunun davamçısı cənab prezidentə xəyanət etmək istəyirdi. Azərbaycanı çevrilişə hazırladırdı ki, xalqı onun üstünə qaldırsın. Biz də Azərbaycan xalqı çox gözəl düşünürük, bilirik Ulu Öndərin yaşadığı ömürdə Azərbaycana nə boyda işlər görmüşdür və onun üçün də biz cənab prezident İlham Əliyevin hər zaman yanında, sonuna qədər yanında olacağıq. Biz onun əsgərləri olaraq və Azərbaycan xalqına xidmət edəcəyik. Nankorları hər zaman Allah xar eləsin, onları Allah bəlasını versin. Ulu Öndərin ruhu onları bağışlamaz. Bu xalqa xəyanət etmək qətiyyən olmaz. Cənab prezident, mən sizə söz verirəm. Yaşadığım ömrü hər zaman Ulu Öndərin siyasətinə addamışam. Ona verdiyim sayğı, hörmət, ona göstərdiyim Ukraynada yaşadığım zaman qəzetlər, kitablar, informasiyalar, televiziya vasitəsilə xarici ölkələrdə çıxışlarında da hər zaman Ulu Öndərin məhz adının yüksəklərə qalxması üçün, daha da insanların çox tanınması üçün mən də öz həyatımda onun kursunun davamçısı olaraq mən də sizin yanınızdayam. Öz dostlarımla, qardaşlarımla, ailə üzvlərimlə biz bu xalqın övladlarıyıq. Allah məqamınızı eyləsin Ulu Öndər. Allah sizin ruhu önünüzdə biz xalqı utandırmasın. İlahi, amin, amin, amin.